Herkese salam, kanalıma videoma xoş gəldiniz. Mən Zəhra. Bugün sizlərlə birlikdə uzun bir aradan sonra, daha doğrusu birlikdəyəm. Bugün yeni bir video ilə qarşınızdayım. Deməli, mənim ballarım, mənim şəkərlərim necəsiz? Əslində normalda bundan əvvəl şey çəkəcəkdim. Dərs vlogu, dərs etmə vlogu çəkəcəkdim. Prosta hazırlıqlarım tamamilə bitib. Bir dənə riyaziyyatlı yerdə qalan. Təkrara qayıdacağam, ona görə bir plan hazırlayıram. O planı hazırlayıb bitirəndən sonra dərs vloqlarını çəkəcəm. Yəni ona görə hələ ki dərs vloqları. Amma bu günləri riyaziyyatın dərs vloqunu çəkəcəm. İnşallah ki alındırsam ki alındıraram yəqin. Bu günləri yəni çox istəyirdiniz məndən ki blok fənləri və zaten buraxılış fənləri, yəni 3-cü qrupa aid qayda kitablarını falan bizimlə paylaş. Mən də paylaşacağam bu günləri. Həmçinin əvvəl kanalıma abunə olmağı, videomu bəyənməyi, videoma yorum yazmağı unutmayın. Amma eləməsiniz də canınız sağ olsun. Hər zaman dediyim kimi indi də deyirəm ki, mən bu videoları əyləncə məqsədi ilə çəkirəm. Heç bir önəmi yoxdur yəni. O bəyənmədi yorumdur. Sizə faydası olsun, amma nə bəsdir. Bunu biraz belə çəkək, çünki çox işıq düşür. İndi yaxşıdır. Deməli, bu günləri tarixdən, ədəbiyyatdan, riyaziyyatdan, Azərbaycan dilindən və ingilis dilindən mən hansı kitabları işlədirəm və həqiqətən də çox işimə yarayır. Onları göstərəcəm sizə. Müddətli video göndərməməyimin səbəblərini də deyim sizə ki, səbəbi bu idi ki, mən məktəb falan bitir, bizi məktəbdən çağırırdılar tez-tez. Ona görə başım çox qarışıq oldu. Hələ indi video çəkə bilmişəm. Məktəbdən sonra da anam dedi ki, nə bilim, ora gedək, bura gedək. O getdiyim yerləri də seçmişəm, piknikləri. Sabahları hətta qrup, sabah birisi gün qrupla bir piknikə gedəcəyik. Onu da seçəcəm mən sizin üçün. Belə, o zaman nə deyək? Davam edək. O zaman artıq keçək videomuza. Telefonum düşdüyünü zənn elədim. Tez əlimi qaldırıb telefonu götürməyimlə qolumu çox bir stola vurdum. Burası şey oldu. Sümüyüm çox pis incitdi. Neyse. Şey olsun, boş verin, sizə görə var hər şey. Sizə qurbandır. Ağrıyır. İlk öncə istəyirəm hər bir abituriyentin yaralı yeri olan o riyaziyyatın kitablarından falan başlayaq. Bu arada olmazsa olmaz kofemizi hazırlamışıq. Normalde riyaziyyatdan yeni bir kitab almışam. Elbrus Hüseynovun kitabıdır. O qədər möhtəşəm bir kitabdır. Baxın, həqiqətən də riyaziyyatdan sıfır olanlar, riyaziyyatı başa düşməyənlər, riyaziyyatla belə müharibə aparanlar üçün də əsl bu kitab bu arada. Elbrus Hüseynov 18 manatdır. Yəni kitabxanalarda bilmirəm, tapa bilərsiniz əslində, amma çox da inanmıram hər yerdə ola. Bəzi yerlərdə amma satılır. Yəni bu sahil tərəfli zətdə olar. Mən bunu bir dənə qız var idi, ondan almışdım. O almışdı, sadəcə işləyə bilməmişdi riyaziyyat sevmədiyi üçün və təz almışdı və mən də aldım. Çox gözəldir, hətta içini də göstərim. Baxın, tam o qaydanı öyrənərsiniz, qaydadan sonra yeni o şeyə keçərsiniz, yəni misal falan işləmək istəyirsiniz. Toçunu onun kimidir. Düzdür, içində qapalılar da var, amma ən çox açıqlardır. O qədər möhtəşəmdir. Baxın, belə cədvəllər var. İçi də rəylidir də, yəni baxın. Bunu göstərim sizə. Baxın, çevrələrdir. Nədir bu belə şeylər? O qədər möhtəşəmdir ki, riyaziyyatdan sıfır olanlar üçün də əsl yəni. Həm marağınızı artıracaq, həm də ki, baxın, rəyli. Görün ki, şeydir. Açıq-açıqdır. Çox açıqdır və bir də belə bir şey. Mən bu kitab baxanda oxumaq həvəsim gəlir riyaziyyat haqqında. Bir şey deyim ki, bu kitabda bu birinci hissəsidir məndə. Mən də ikinci hissəsini də axtarıram. İkinci hissəsini də almaq istəyirəm. Belə bir şey var ki, deməli, qaydaları öyrənirsiniz və o qaydanın üzərində bu misalları tərtib eləyəcəksiniz. Yəni, bu misalları o qaydalar üzərində tətbiq eləyəcəksiniz qaydaları bu misalların üzərində. Çox möhtəşəm bir kitab. Yəni, həqiqətən o qədər çox tövsiyə edirəm ki, mütləq bu kitabdan alın, aldırın, işləyin. Yəni, başqa bir şey çarəsi yoxdur da. Sonra yəni o test kitablarından bildiyimiz test toplularından riyaziyyatdan işlədirəm. Test topluları mənim həqiqətən də çox köməyimə yetişir, möhtəşəmdir. Çox köməyimə yetişir.
Mən test toplularını belə işləyirəm ki, qaydaların hamısını öyrənirəm, üzərində biraz başqa misallar işləyirəm. Ən sonda tamam möhtəşəm bilirəm. Ondan sonra test toplusundan işləyirəm, amma ondan əvvəl şeydən bu Elbrus Hüseynovdan işləyirəm. Tamam. Əslində bunu qayda üçün almışam. Yəni bunu qayda üçün almışdım. Keçən ildən də bu məndədir. 9-cu sinif riyaziyyatın güvəni. Deməli, içində belə qaydaları falan var güvənin. Normalda güvənin tam qayda kitabını almışdım. Prosta o qayda kitabını itirdim mən. Ona görə onu satdım. Amma çox qəşəng idi də. Onu itirdim deyə bunu işlədirəm indi. Prosta yəni birində alacağam. Alan kimi sizə göstərəcəm. Bu da çox qəşəng qaydalar. Bu arada güvəni əgər bir qayda kitabı almaq istəyirsinizsə riyaziyyatdan məncə güvənin qayda kitabını alın. Riyaziyyat üzərində. Azərbaycanlı yox, amma riyaziyyatda güvənin qayda kitabını alın. Çox qəşəngdir. Və bunun içində qaydalardan sonra bilirsiniz müəyyən şeylər ki, içərisində belə testləri falan da olur ki, bunlardan da mən yavaş-yavaş işləyirəm. Yəni 9-cu sinif nə olsun ki, 10-cu, 11-ci sinifəm artıq var uşaqlar mən. Mən artıq 11-əm. İmtahan veririk mənimlə birlikdə. Bu arada mənim videomun altına çoxlu insanlar yazır ki, çox gözəl bal yığıblar. 200 pilosu keçib çoxlu tayfsın. Hər birinizi təbrik edirəm, fəxr edirəm sizinlə. Buradan hər birinizi öpürəm. Bilirdim ki, bacaracaqsınız bu arada, bilirdim. Sizə nə demişdim mən? İnsan istəyib də eləyə bilməyəcək, heç bir şey yoxdur. Daha sonra bir də belə bir kitabım var. Bir dəqiqə, ay, dur. Bu çox köhnənin kitabıdır riyaziyyatdan. Dəhşətli köhnənin kitabıdır da, yəni. Üzünə palet eləməyim. 22-nin riyaziyyatın güvənidir. Testləri var burada, yenə qarışıq formada. Palet eləməyim. Hə. Yenə qarışıq formada testləri var. Belə. Görürsünüz. Belə. Yəni, bu da qəşəng kitabdır. Prosta, yəni, mənim ən çox xoşuma gələn Elbrus Hüseynovdur ki, bu güvəni falan çoxunuz bilərsiniz yəqin ki, və bir də ki, bu güvənin nəşri artıq satılmır məncə. Bunun ancaq yeni nəşrləri var ki, yeni nəşri çox qəşəngdir, yeni nəşrindən alın. Çünki güvəndə bütün misallar təkrarlanır, yəni bir misaldan çox qoyurlar. Amma dimdə bir misaldan, necə deyim, bir dənə, iki dənə qoyurlar. Amma güvəndə bir misaldan haradasa bir 10-15-ə yaxın misal tapa bilərsən ki, mən həqiqətən də çox xoşuma gəlir güvən. Güvən ümumiyyətlə məncə riyaziyyat işləmək istəyirsinizsə güvəndən işləyin. Yəni riyaziyyatınızı möhkəmləndirmək istəyirsinizsə güvəndən möhkəmləndirin ki, orada qiymətlərini nə deyim sizə? Dimi bilərsiniz yəqin ki, və dim məncə hər bir uşaqda var 8 manat. Riyaziyyatın bu güvəni 14 manat o vaxt idi. Bu indilərdə 15 manat ya da ki şey olub 18 manat falan olub güvən. Ya 18 ya da 15-dir, ikisindən biridir, 11-ci sinif bilirəm bunu. Riyaziyyatın 9-unda o vaxt 13 manat almışdım. Belə. Amma elə 9 da bildiyim qədərilə 15-18 arası dəyişir, belə deyəsən. Yəni mənim bildiyim qədəri ilə. İndi isə Azərbaycan dilinə keçirik. Deməli, Azərbaycan dilindən üçüncü qayda kitabından başlayayım ki, həqiqətən mənə illərdir dost olan o Hədəfin qayda kitabı. Azərbaycan dilində o qədər sevirəm ki, Hədəfin qayda kitabı. Çox qəşəng qaydalar, asan yolla, çox belə açıq yollarla, hər birinin ayrıntılı formada çox qəşəng qoyublar. Yəni mən çox sevirəm fonetika. Aslında fonetika gəldi. Azərbaycan nəvəzdə fonetika dedim. Həqiqətən Azərbaycan dilinin Hədəfin qayda kitabı möhtəşəmdir. Yəni söz ola bilməz ki, artıq yeni nəşrinin qiyməti məndə ən yeni nəşrdir 10 manatdır. Əvvəl 8 manat 50 qəpik, bəli. İndi 10 manat olub, amma olsun dəyər, həqiqətən də hədəfə dəyər, çox qəşəngdir. Amma sizə tövsiyə eləmərəm güvənin Azərbaycan dili qayda kitabını. Çünki nə bilim, güvən o qədər də açıq yollarla, biraz dilindən deyir ki, başa düşə bilmirəm mən güvəni açıqlayırsa. Azərbaycan dilinə hədəfdən nə başa düşməsəz, MHM alın. MHM-in də qayda kitabı çox qəşəngdir, çox möhtəşəmdir. Belə. Daha sonra Azərbaycan dilindən başqa hansı kitablar var ki, Azərbaycan dilindən mən PDF-lərlə işləyirdim, testlərimi falan, amma bildiyiniz kimi Dimin nəşri var, 2 dənəyə, biri birinci hissə, biri də ikinci hissə, yəni bu normal artıq bilinir. Bir də Azərbaycan dilində məndə bu şey var. Azərbaycanın o qədər də kitabım yox, heç birindən çox kitab almamışam. Çünki heç bir müəllimimiz şeyləmir idi, ancaq PDF-lərdən işlədirlər deyə. Ona görə
Çox ala bilməmişəm ki, hamısı çoxunda köhnə nəşrimdən qalıb. Bu da 2023-cü ilin nəşridir. Mən səhv kitab almışdım. Azərbaycan dili mətn kitabıdır. Bu full mətn kitabıdır. Hətta burada daha böyük mətnlər. Güvənin də amma bu. Amma çox qəşəng kitabdır. Amma sizə Güvənin yeni nəşr Azərbaycan dili mətn kitabını daha çox tövsiyə edirəm ki, o daha yaxşıdır 11-ci sinif olan. Mən məsələn bu il ondan alacağam. Bu arada alanda bir alışveriş videosu çəkəcəm sizlər üçün. O videonu çəkəndə şey edəcəm, yəni onu da göstərəcəm. O kitablarımı falan hamısını bir-bir göstərəcəm, yenini almışam. Prosta indi əlimdə olan vəsaitləri çəkirəm sizlər üçün. Yəni mən indi bunlardan istifadə edirəm. Əgər bunu da köhnə nəşrlərini tapa bilsəz marketlərdə falan, bunu da ala bilərsiniz. Həqiqətən çox qəşəng kitabdır məncə. Yəni köhnədən də işdir, yenidən də işdir. Çünki elə olur ki, mən sizə 9-cu sinif buraxılış imtahanı məsləhət videomda demişdim ki, bizim yəni ilimizdə bizdən 2 il əvvəl, ya bilmirəm, 1 il əvvəl olan buraxılış imtahanının ingilis dilinin bir dənə sualını eyni salmışdılar da. Yəni ona görə deyirəm ki, buradan da işləyin, nə bilim, o köhnə kitablardan da işləyin ki, köhnə birdən şeyə uyğun salarlar da, yəni suallara falan da uyğun sala bilərlər imtahanda. Ona görə hər ehtimal. Yəni çox kitabdan işləməyin heç bir ziyanı yoxdur sizin üçün. Və Azərbaycan dilində tövsiyə edəcəyim kitablarında indi əlimdə şu an həmin o vəsaitlər olmasa da mən PDF-lərdən işləyirəm. Həmin onların da şəklini, üz qapaqlarını bura qoyacağam, yerləşdirəcəm. Gedib ala bilərsiniz, baxa bilərsiniz. Bunun da qiyməti 14 manatdır. Əgər tapa bilsəz, bunu alarsınız. İnanmıram bu arada bunun yeni formada satırlar, ancaq köhnə nəşriyyatdır deyə ikinci əl olaraq sizə satacaqlar, yəni. Bu da ucuz başa gələcək sizə. Daha sonra Azərbaycan dilindən keçək ədəbiyyata. Ədəbiyyatdan kitabım deyim sizlər üçün, ədəbiyyatdan mən çox kitabdan işləyirəm. Dəhşət dərəcədə çox kitabdan işləyirdim. Hamısının yeni şəkillərini qoyacağam. Əlimdə olanları göstərəcəm. Əlimdə olmayanların isə şəklini bura yerləşdirəcəm. Ədəbiyyatdan ilk öncə belə deyim ki, çıxarda bilmədim kitabı, ay qız belə. Hoppa, hə. Deməli, ədəbiyyatdan ilk öncə M. Haşimin Qayda kitabı. Bunun qədər gözəl bir qayda kitabı ədəbiyyatdan tanımıram mən. Yəni siz tanıyırsınız, həqiqətən yazın. Mənə ən yaxşı başa salan yəni bir qaydanın bu kitabdır. Çox gözəl kitabdır, yəni. Çox xoşum gəlir mənim ədəbiyyatda M. Haşimindən. Yeni nəşrdir mənim üçün. 16 manatdır bu arada. İstəsəniz gedib ala bilərsiniz ki, istəsəniz həqiqətən çox möhtəşəm bir kitabdır. Həm əsərlərin təhlili. Azərbaycan ədəbiyyatdan qayda olaraq bir dənə də kitabım var. Bir dənə də kitabım var. O da dimdir. Baxın, dim ədəbiyyat. Amma bir şey deyim mi? Bu 10 manatdır. Bu köhnə nəşr 2019-da, indi bilmirəm o neçə olar yəqin ki. Prosta 10-la 20 arası olacaq da belə deyim. Amma bunu həqiqətən heç bəyənmirəm. Dimin Qayda kitabını ədəbiyyatdan heç bəyənmirəm. Çünki həm necə deyim, çox belə əsərləri tam qoymayıblar da. Əsərləri qısa məzmunlu olaraq yerləşdiriblər. Çox məlumat verməyiblər haqqında. Amma ədəbiyyatda həm əsərlərin özü, həm təhlili, həm onlardan qısa qeydlər, həm orada məsələn əsərlərin içərisində başa düşmədiyimiz sözlər var olur da. Məsələn qəmər, ay, nə bilim, dəsmal, məhrəba, məsələn, belə sözləri falan olur ki, onların tərcümələrinə qədər M. Haşimdə verilir ki, M. Haşim həqiqətən çox qəşəng bir kitabdır. Mütləq ədəbiyyatdan qayda kitabı istəyirsinizsə, M. Haşim, yəni tövsiyə olunur sizə, yəni başqa kitab yox. Dövlət İmtahan Mərkəzi, yəni dimin ədəbiyyatın qayda kitabını almayın həqiqətən. Amma M. Haşimi al. M. Haşim çox qəşəngdir. Ədəbiyyatdan qayda kitabı, test kitabı olaraq məndə bir dənə test toplusu var. Zaten test toplusu bir hissədir ədəbiyyatdan bu arada. Bundan işləyirəm. Bir də ki, RM-dən işləyirəm. RM həqiqətən əgər ədəbiyyatı belə çox gözəl bilirsənsə, super bilirsənsə RM-dən işlə. Amma yox, əgər biraz çətinliyin varsa ədəbiyyatdan RM işləyə bilərsən. Düzdür, amma gərək çoxlu oxuyasan ədəbiyyatdan, ondan sonra RM işləyəsən. Elə M. Haşimin öz test kitabı da ədəbiyyatdan yaxşıdır. O da yaxşıdır. Bir də Zəfərdir, Zəfər deyən. Zəfər kursu, yox, Zəfər idi. Zirvə. Hə, bir də Zirvənindir ya da Zəfərindir, bilmirəm. Bura şəklini qoyacağam. Onun da ədəbiyyatının test kitabı var. O da çox qəşəngdir, amma çox asandır da. Yəni çox detallara girir orada.
Çox qəşəng bir kitabdır, test kitabdır, amma asandır. Yəni %100 yaza biləcəyiniz bir kitabdır. Onun da şəklini qoyacağam yenə bura. Bir də bir dənə üzərində Nizami Gəncəvinin şəkli var, elə bir kitab var. O kitabın da şəklini qoyacağam. Prosta adını tam dəqiq bilmirəm. Onu biz yazarın adı ilə deyirik. Prosta o yazan şu an kitabın yazarının adı. Yazarının adı yadımdan çıxıb. Ona görə mən indi onun şəklini bura qoyacağam. Onu da ala bilərsiniz. O da çox qəşəng bir kitabdır. Yəni mənim çox qəşəng deməyə ehtiyac yoxdur. Mən şu an işlədiklərimin hamısı çox gözəl kitablardır. Ona görə hamısının şəklini burada qoyuram zaten. Qoyduqlarım hamısı gözəl kitablardır. Prosta dimi bir dənə mən ədəbiyyatdan tuta bilmirəm. Yəni bəyənə bilmirəm. Özümdən asılı deyil. Daha sonra bir də Ayla Mikail Müşfiq şəklində olan bir dənə də kitabımız var. O da çox, amma o dəhşətli çətin bir kitabdır. Yəni bizim müəlliməmiz belə o kitabda çaşırdı, düşünün. Çox çətin bir kitabdır. Amma işləyə bilərsiniz, yəni. Onun da şəklini qoyacağam bura. Qiymətlərinin də hər birini yazacağam burada. Çünki şu an yadımda deyil. Bunların da qiymətini demişdim zaten. Dimi də bilirsiniz, 8 manatdır zaten. Deməli, indi də keçək artıq ingilis dilinə. Bu bir video bilmirəm, qısa mı olacaq, uzun mu olacaq, necə mi olacaq? Sadəcə əlimdə olan vəsaitləri sizə göstərirəm. İnşallah faydası olar. Və narahat olmayın. Bundan sonra bir qaydasına qoyacağam. Bir saat tərtib, gün tərtib eləyəcəm. Həmin o saata və günə uyğun olaraq videolarımız dəqiq zamanda gələcək. Əmin ola bilərsiniz. Bilirəm ki, həqiqətən son zamanlarda həmişə deyirəm ki, videolar asan, rahat gələcək, videolar artıq bundan sonra rahat gələcək. Amma gəlmir, çünki mütləq bir iş çıxır da, yəni nə bilim, hazırlığım həmən günə düşür, məktəbdənmi çağırırlar, tədbirəmi aparırlar. Artıq mən video çəkə bilmirəm, video çəkməyə vaxtım belə olmur. Telefonda qoymurlar çıxardım ki, həmin anları sizin üçün vloqluyum da. Ona görə şey olmurdu, vaxtım olmurdu. İngilis dilindən sizə deyim. Deməli, belə bir qayda kitabı var məndə. Nərgiz Nəcəfin qayda kitabıdır ki, mən bunun çox şeydir, rahatdır. Yəni, ingilis dilindən məncə elə hamının oxuyacağı kitab Nərgiz Nəcəf olardı. Yəni, çünki Nərgiz Nəcəf daha asan və rahat dillə verir. Necə deyim, qaydanı verir, həmin o qaydaya uyğun çalışmalar, nümunələrlə verir. Yəni, çox gözəl kitabdır. Mən çox razıyam Nərgiz Nəcəfdən. Sizə də tövsiyə edirəm Nərgiz Nəcəfi, yəni. Neçədir Nərgiz Nəcəf? Baxım, onun qiyməti də 14 manatdır. Burada yazılıb, 14 manat qiyməti var Nərgiz Nəcəfin. Yəni, bir də Nərgiz Nəcəfin məndə bir dənə də kitabı var. Hə, burada ingilis dili test toplusu bu da. Test toplusu 250 daha doğrusu sınaq toplusudur. Bunun da qiyməti 13 manatdır. Amma bu da çox gözəl bir kitabdır da. Yəni, ümumiyyətlə Nərgiz Nəcəfin ingilis dili kitabları o qədər möhtəşəmdir ki, prosta artıq Nərgiz Nəcəf bu arada kitab məncə çıxartmayacaq. Çünki Nərgiz Nəcəf bu işləri buraxıb, özü üçün artıq yeni bir həyat inşa edir deyək. Rayonlardan hər hansısa birində eşitdiyimə görə bir evi var artıq. Yəni, yəni necə deyim, təbii həyatla məşğul olacaq deyək də. Artıq kitab falan çap eləməyəcək mən eşitdiyimə görə. Mən bir yerdən belə eşitmişdim, amma bilmirəm, bu yanlış da ola bilər, yəni əmin deyiləm. Çox güman ki, belədir. Əgər mən də pis oldum. Çünki istəyirdim ki, Nərgiz Nəcəfin bu gözəl kitablarından biraz da çap olunsun. Amma işte bilmirəm hələ. İçində də 5000 test var bu arada bu 250 sınavın. Çox gözəl kitabdır. Bir də reading listening kitabları var ki, o kitablarında hər birini bura yerləşdirəcəm ki, hər biri də 14 manat 50 qəpikdir. Çox gözəl reading listening kitablarıdır. Hər birinizin, yəni necə deyim, eləyə biləcəyiniz kitab eləyə biləcəyiniz formadadır. Mən ümumiyyətlə videolarda niyə danışa bilmirəm, bilmirəm. Mən sizimi görüb həyəcanlanıram. Yoxsa nədir bilmirəm amma. Bu arada sizə məsləhətim budur ki, o deyirlər ha, qaydanı oxuyun, sonra test işləyin. Hər testi işləməyin uşaqlar. Qaydanı oxuyun, həmin o qayda kitabının testini almağa çalışın. Həmin o qayda kitabının testini işləyin. Birinci, ondan sonra başqa testlər işləyin. Çünki həmin o qayda kitabına uyğun oxuyursan və ona görə möhkəmləndirmək. Düzdür, sualların bir çox vaxt eyni olur. Amma yenə də hər ehtimal. Baxın, məsələn, bu Nərgiz Nəcəfi oxudusa, üstündən bu Nərgiz Nəcəfin 250-sindən işləyin sınaq olaraq ki, mən elə eləyirəm. Və burada daha yaxşı yadımda qalır da, yəni mənim daha yaxşı yadımda qalır. Riyaziyyatdan məsələn, güvəni oxuyuram, güvənin qayda test kitablarını birinci eləyirəm, ondan sonra dimə keçirəm, ondan sonra nə bilim MHM-ə keçirəm ki, bu arada riyaziyyatdan sizə bir dənə də kitab məsləhət verim ki, MHM də çox gözəl bir kitabdır.
Çox güman ki, bilərsiniz, MHM-də işləyə bilərsiniz ki, onun da şəklini burada bir yerlərə yerləşdirəcəm. Oradan baxarsınız. Amma mən riyaziyyatda ümumiyyətlə bir o qədər də kitab tanımıram. Yəni tanıyıram, müəllimlərimiz maşallah hər kitabdan işlədir. Namazova qədər hər bir kitabdan işlədir. Yəni o Namazovun siniflərə uyğun testləri, kitabları var, onları qədər işlədir də. Amma şeydir, hər birini şu an bura yerləşdirə bilməyəcəm. Razı qaldıqlarımı yerləşdirəcəm. Yəni mənə uyğun və riyaziyyatı başa düşməyənlərə uyğun olanları yerləşdirəcəm. Daha sonra ingilis dilindən yenə bildiyiniz üzrə birinci və ikinci hissə test topluları var dinlə. Belə bu da 8 manatdır. 9 necə düşdü? Bu da 8 manatdır. Və ən sonuncuya gəlirik. Ən sonuncu olaraq tarix. Azərbaycan tarix və ümumi tarix bilirsiniz ki, deməli Anar Sayev əvvəl bunun qiyməti 8 manat idi mi, ya 10 manat idi mi, amma indi olub 12 manat 50 qəpik. Bu da 12 manat 50 qəpik. İkisi də eynidir. Deməli, ümumiyyətlə Anar Sayevin tarixdən bütün kitabları o qədər gözəldir ki, mən çox razıyam bu kitablardan. Yəni tarixi heç bu qədər asan başa düşəcəyimi zənn eləməzdim ki, Anar Sayevdə elədir. Baxın, xronologiyanı belə cədvəldə, nə bilim, onu düzdür bir çox kitabda indi elədi. Prosta Anar Sayevin dili elə bir ki, yəni kitab dili mənim beynimə daha uyğundur. Bunda nə məncə fosforlu qələmlərdən istifadə etmək lazımdır bu kitabda. Çünki özü ən vacib yerləri həm fərqləndirərək yazıb, həm üzərindən fosforlu qələmlə belə o keçib kompüterdə falan çap elətdirib. Ona görə möhtəşəmdir. Şeydir, cədvəlləri var xüsusi olaraq, rənglidir həm. Yəni şəkillər falan da verilib. Ona görə məncə fosfora ehtiyac yoxdur. O sırada Zəhranın göstərəcəm sizə. Burada kitabın üzərində Zəhranın verdiyi hoqqalar. Bu çox qəşəngdir. 7 ildir xidmətinizdə yazılıb arxasında da. Bu məlumatı niyə verdim bilmirəm. Ümumi tarix, bir də Azərbaycan tarixi, hər ikisindən Anar Sayevi sizə tövsiyə görürəm. Çox gözəldir. Tarixdən bir də var. Bir də OTK-nın kitablarından da işləyin ha. Yəni OTK sınaq topluları var ha, onlardan da işləyin. Bir də Anar Sayevin yenə test kitabları. Bu yenə mən yenə köhnə nəşr. Bu köhnə nəşrdir. Bunu mən şey eləməmişəm, bunu mən müəlliməm verib. Mən bundan işləyirəm, amma bu il yeni nəşrində alacağam Anar Sayevin testinin. Əslində köhnə nəşrlə yeni nəşr arasında bir o qədər fərq yoxdur. Yəni yeni nəşr tapa bilməsəz, köhnə nəşr tapsaz, bunu da ala bilərsiniz. Mən amma yeni nəşr almaq istəyirəm. Çünki hər ehtimal yenə də gələn il bilirsiniz. Gələn il yox, hətta bu il. Uşaqlar, mən uğurlar arzulayım bol-bol. Bir də bu da yenə 12 manat 50 qəpikdir. Və deyəsən bildiyim qədərilə elə bu yeni Anar Sayev test kitabı da 12 manat 50 qəpik olmalıdır. Səhv eləmirəmsə. Belə, yəni çox gözəldir həqiqətən kitab. Anar Sayevin test kitabından mütləq alın, işləyin, aldırın. Nə edirsiniz eləyin. Amma mütləq Anar Sayevin test kitabından işləməlisiniz. Əgər bunu oxuyursunuzsa. Zaten bunu oxusaz da, oxumasaz da Anar Sayevin qayda kitabını. Amma mən inanıram ki, demək olar bütün ikinci və üçüncü qruplar zaten məncə Anar Sayevdən işləyərlərdir. Oxuyarlar da yəni. Və test olaraq da mütləq Anar Sayevdən yenə də oxuyun. Bir də ədəbiyyatdan sizə belə bir şey deyim ki, mən PDF-ləri hər zaman ədəbiyyatdan belə baxın çıxartdırıram. Burada da Füzulinin Leyla və Məcnun əsəri var. Baxın. Və mən inşallah mən bunların hamısına birlikdə bu arada 5 manat verdim, 5 manat ya da 6 manat vermişdim. Birinci olaraq baxın, dərslikdə olan hissələr ayrı olaraq verilir. Bu arada vərəqlər çoxdur. Daha sonra dərslikdə olmayan bir də ayrı olaraq hissələr belə verilib. Bir də Leyli və Məcnunun haqqında qısa qeydlər gördüyünüz kimi. Baxın. Çoxlu qeydlər çıxarılıb. Füzulinin Leyli Məcnunudur bu. Və mən inşallah şey eləyəcəm, nədir bu, universitetə qəbul olmayan imtahanımı verim. Bu kitabların hər birini saytımda, Instagram səhifəmdə satışa çıxartacağım. Oradan əldə edə bilərsiniz. Bu PDF-lər də eyni ilə. Mən buna 5-6 manat pul vermişdim, amma çox uyğun bir qiymətə sataram hər halda hər birini. Belə. Yəni mənim kitab tövsiyələrim bu qədər idi. Başqa kitablar demirəm, həmən çoxunu PDF-dən işləyirəm deyə. Yəni ona görə şey eləyirəm.
Ancaq heç çox vaxt almamışam. Ancaq telefonda PDF-dən baxmışam, oradan işləmişəm. Amma indi görürəm ki, həqiqətən də mənim gözlərimə ziyan vurub, biraz gözlərim böyle göynüyür. Telefona baxa bilmirəm. Ona görə kitabların hər birini alacağam. Zaten bir məktəb alış-verişi videomda da gələcək. Bu arada uşaqlar Temudan yeni bir şey almışdım. Belə bir qələm qutusu almışam özüm üçün. Baxın, çox şirindir. Çox qəşəngdir. Və içi də çox genişdir ya. Baxın, çox geniş bir içi var. Çox qəşəngdir. Belə. Və telefon case-də almışam. Şu an telefonun arxasında da onu da göstərəcəm sizlərə. Belə. Baxın, çox qəşəngdir. Amma bunu bu il işlədməyəcəm. Bu il bitirdi. İstəyirəm bunu gələn il elə təptəzə qalsın. Gələn il təzəliyini işlədim. Belə. Bu arada imtahandan yüksək bal toplayanlarda hər birinizi təbrik edirəm, hər birinizi öpürəm. Uğurlar arzulayıram. İnşallah həyatınız daha da gözəl gedər. Universitetdə də yenə bol-bol uğurlar qazanarsınız. 9-dan yüksək toplayanlar sadəcə bunu deyirəm ki, həqiqətən də fəxr eləyirəm. İnşallah 10-11-i də yüksək nəticələrlə gedərsiniz və çox gözəl yazarsınız. İmtahanda da siz də universitet tələbəsi olaraq gəlib yenə videolarımın altına yazarsınız ki, zəhərə universitet tələbəsi olmuşam. İnşallah Allahın köməyi ilə. Aşağı bal toplayanlar sizə sadəcə deyirəm ki, ümidinizi qurmayın. Ümidinizi qırmayın həqiqətən də. Həyat yaşadıqca gözəlləşir. Həyat mübarizə aparmaq üçün var. Və əgər az bal toplamısınızsa, deməli ki, bu sizin xeyrinizədir. Allah heç bir zaman sizin ziyanınıza olan şeylər sizin qarşınıza çıxartmaz. Ona görə yəni ümidinizi qırmayın, çalışın, daha çox çalışın. Əslində indi az toplamağınız sizə bəlkə də necə deyim, daha çox belə şey qazandırdı, necə deyim, təcrübə qazandırdı. Siz artıq nədə səhv eləmisiniz, onları biləcəksiniz. Hansı yerlərdə səhvləriniz var, necə hazırlaşmısınız, o hazırlaşma metodlarını düzəldəcəksiniz. Öpürəm sizin hər birinizi. Hər birinizə uğurlar arzulayıram. İnşallah bundan sonra hər zaman bir yerdəyik və artıq 1000K-ya da çox az 1000K. Artıq 1000 abunəyə də çox az qalıb və bu 1000 abunə şərəfinə də çox gözəl bir video hazırlayacağam. Amma necə bir video hazırlayacağımı həqiqətən bilmirəm. Yəni ona görə mənə biraz istədiyiniz videolardan falan deyin ki, məsələn 1000 abunəyə özəl necə bir video hazırlaya bilərəm. Siz də tövsiyələrinizi verin, fikirlərinizi bildirin. Elə bir videolar hazırlayaq birlikdə. Öptüm hər birinizi. Bay bay.